5-ci sinif ingilis dilində ən çox çətinlik çəkilən mövzulardan biri də düzgün cümlə quruluşudur. Sizə bir tapşırıq vermişəm. Bu tapşırıq üzərindən izah edin. Burada sual cümləsidir. Sual cümləsini düzgün yazmaq lazımdır. Sual cümləsində ilk öncə gəlir köməkçi feil, yəni cümləmizdə hərəkət bildirən sözə necə sual vermək lazımdırsa ona görə uyğunlaşdırırıq. Sonra gəlir şəxs, sonra hərəkət bildirən söz və sözün digər hissələri. Əgər zaman varsa onu qoyuruq, məkan varsa məkanı yazırıq. Bu cümlədə baxırıq. Shower do a take in your morning day. Əvvəlcə hissə baxırıq. Ümumilikdə başa düşək ki, görək burada nədən bəhs olunur. Shower, take, morning, you, çimmək, səhər, bunlar görürük. Deməli, burada səhər çimməkdən söhbət gedir. Baxırıq, bu cümlədə köməkçi feil hansıdır? Do-dur. Hardan bildik? Çünki bizim cümləmizin şəxsi you-dur. You-ya do ilə sual verməliyik. Başladıq. Do, you. İkinci gəlir şəxs, you. İndi gəlir əsas hərəkət bildirən söz. Take a shower. Take a shower çimməkdir. Bu bir birləşmədir. Bunu əvvəlki dərslərdən, yəni keçirsiniz, sonra onsuz sizə belə bir tapşırıq gəlir qarşınıza. Yəni bunu bilməmə şansınız yoxdur. Öyrənirsiniz, dərsi keçirsiniz, sonra sizə belə tapşırıqlar verilir. Ona görə hər dərsi diqqətlə öyrənmək lazımdır. Take a shower feildir, əsas feildir, hərəkət bildirən sözdür. Bunu yazırıq. Sonra isə zaman bildirən sözümüz gəlir. In the morning. In the morning, in the morning. Bu da bir birləşmədir. Səhər deməkdir. Ona görə də bu sıralamanı da bilməmiz lazımdır. Bu bizim cümləmiz artıq tamamlandı. Do you take a shower in the morning? Do you take a shower in the morning? Sən səhərlər çimirsən? Və cavabında da deyirik ki, no, I don't. I take a shower in the evening. Xeyr, mən axşamlar çimirəm. Bu da bizim suala verdiyimiz cavab. Sağ olun.